İqlim dəyişikliyi bugün qlobal gündəmin əsas mövzularından biridir. Azərbaycan da bu prosesə fəal şəkildə qoşularaq 2050-ci ilə qədər xalis sıfır emissiyaya çatmaq hədəfini qarşısına qoyub. Bəs bu məqsədə çatmaq üçün hansı tədbirlər həyata keçirilir və proses hansı mərhələdədir? Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin sözlərinə görə, atmosferi çirkləndirən əsas faktorlar arasında ənənəvi elektrik stansiyalarının rolu böyükdür. Bu səbəbdən də xalis sıfır emissiyaya keçid prosesində təmiz və bərpa olunan enerji mənbələrinin rolu xüsusilə önə çıxır. Biz 2027-ci ilə qədər 2 gigavata yaxın bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi stansiyalarını şəbəkəyə inteqrasiya etməyi düşünürük. Bununla bağlı bütün tədqiqatlar aparılıb, bütün torpaq sahələri bəllidir. Şəbəkə gücləndirilməsi fəaliyyətini, hətta onların maliyyə mənbələrinə qədər məsələlər öz əlini artıq tapıb və proses tam surəti ilə irəliləyir. Aidiyyəti üzrə şirkətlərlə müqavilələr imzalanıb, müqavilələrin icrasına mütəmadi olaraq nəzarət olunur və proseslər belə qeyd eləyək ki, gözlədiyimiz məcrada davam eləyəcək. Qurum rəsmisi həmçinin vurğuladı ki, işğaldan azad olunmuş ərazilər də yaşıl enerji potensialı baxımından böyük imkanlara malikdir. Buna görə də həmin ərazilərdə aparılan işlər sıfır emissiya hədəfinə çatmaq yolunda xüsusi əhəmiyyət daşıyır. Bilirsiniz ki, BP şirkətinin həmin ərazilərdə Şəfəq stansiyasının tikintisi ilə bağlı proseslər tam surəti ilə irəliləməkdədir. Eyni zamanda bu yaxınlarda biz 2 şirkətlə də orada Şəms və Üfüq hər biri 50 meqavat olmaqla Cəbrayıl rayonunda günəş stansiyalarının tikintisi üçün artıq investisiya müqavilələrini imzalamışıq. O sahədə də inkişaf çox sürətlə gedir. Bakı Dövlət Universitetinin İqtisadi və Sosial Coğrafiya kafedrasının müdiri Çingiz İsmailov isə hesab edir ki, sıfır emissiyaya nail olmaq üçün ilk növbədə cəmiyyətin istehlak mədəniyyəti dəyişməli, paralel olaraq tullantıların azaldılması və təmizlənməsi təmin olunmalıdır. Karbon qazı olduğu tullantılar texnoloji baxımdan birinci o tullantıların həcmi azalmalıdır, yeni müasir texnologiyalar tətbiq olunmalıdır. İkinci, o əmələ gələn karbon qazının bir hissəsi təmizlənməlidir. Üçüncü vacib məsələ nədir? Çox vacibdir. Ölkələr arasında bu sahədə əməkdaşlıq. Çünki bəzi ölkələr burada çox böyük rol oynayırlar, bəzi ölkələr laqeyddir. Qeyd edək ki, may ayında Azərbaycanda aviasiya enerji forumu keçiriləcək. Qafqazda ilk dəfə keçirilən bu forumda 2050-ci ilə qədər xalis sıfır emissiya hədəfinə nail olması istiqamətində fikir mübadiləsi aparılacaq.